Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları onlayn qumar oyunları ilə bağlı əməliyyat keçirib 20 nəfər barəsində qanuna uyğun tədbirlər görülüb. Kiber polisin həyata keçirdiyi əməliyyat texniki tədbirlərlə qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər. Pinap, Modspet, Xbet, Fastloto və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanuna uyğun tədbirlər görülüb. Sosial şəbəkədə qarşıma onlayn kazino çıxdı. Həmin linka yazaraq pul göndərdim və həmin linka daxil olaraq kazino oyunu oynadım. Hər dəfəsində pul vuraraq uduzmuşam. Onlayn kazino nömrəsi götürdüm, oradan kod aldım, kod verdilər, kazino oynayırdım. Udduğum olmayıb, uduzmuşam. Mən nömrə atıbdılar, WhatsApp nömrəsində də kart vasitəsilə onlardan müxtəlif kod, link falan almışam. Hər dəfə də uduzmuşam. Heç kimə də məsləhət görmürəm. Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.